Salam dostlar. Bu videoda rus dilində şəxs əvəzliklərini öyrənək. Şəxs əvəzlikləri tək halda ya, mən, ty, sən, on, kişi cinsi o, ana, qadın cinsi o, мы, biz, вы, siz, они, onlar. Они o hərfi ilə yazılır, a hərfi ilə səslənir. Мы, вы, они. İndi 3 dənə söz götürüb fe'lin məsdər formasında yazaq. Sonra onları şəxs əvəzliklərinə görə dəyişəcəyik. Читать, oxumaq, писать, yazmaq, рисовать, rəsm çəkmək. Gördüyünüz kimi T məqqız znakla bitir və bu məsdər formadadır. Tək halda я читаю, mən oxuyuram. Ты читаешь, sən oxuyursan. Он читает, kişi cinsi o oxuyur. Ana читает, qadın cinsi o oxuyur. Я читаю, ты читаешь, он, она читает. Cəmdə мы читаем, biz oxuyuruq. Вы читаете, siz oxuyursunuz. Они читают, onlar oxuyurlar. Они də o ilə yazılır, a ilə oxunur. Мы читаем, вы читаете, они читают. Я пишу, mən yazıram. Ты пишешь, sən yazırsan. Он пишет, o yazır, kişi cinsi, ana пишет, o yazır, qadın cinsi. Я пишу, ты пишешь, он, она пишет. Cəmdə, мы пишем, biz yazırıq, вы пишете, siz yazırsınız, они пишут, onlar yazırlar. Мы пишем, вы пишете, они пишут. Təkdə, ya рисую, mən rəsm çəkirəm. Ты рисуешь, sən rəsm çəkirsən. Он рисует, o rəsm çəkir, kişi cinsi. Она рисует, o rəsm çəkir, qadın cinsi. Я рисую, ты рисуешь, он, она рисует. Həm мы рисуем, biz rəsm çəkirik. Вы рисуете, siz rəsm çəkirsiniz. Они рисуют, onlar rəsm çəkirlər. Мы рисуем, вы рисуете, они рисуют.